Uşaq yıxıldı, sınığı oldu. Bir dəfə yıxıldı, keçdi. 3 aydan sonra təkrar bir dəfə də yıxılması oldu, yenə sınığı oldu, təsadüf dedik. Lakin bu sınıq artıq bir ildə 3-cü dəfə təkrarlanırsa, bu artıq təsadüf deyil. Bu artıq uşağın dəcəlliyinə bağlı olan bir sınıq deyil. Problem uşağın dəcəlliyində deyil, sümüklərdə də ola bilər. Belə ki, sümük sıxlığı möhkəm olmadıqda və yaxud da orqanizmdə vitamin D, kalsium mübadiləsində hər hansı bir problem olarsa, bu uşaqlarda tez-tez təkrarlanan sümük sınıqları şəklində özünü göstərə bilər. Əsas məqam odur ki, uşaq çox ciddi zədə almasa belə sümüyündə sınıq baş verirsə, bu kövrək sümük xəstəliyi də ola bilər. Bu genetik bir xəstəlikdir. Əlamətlərdən biri də uşaqlarda mavi skleranın olmasıdır və bu xəstəliyin müalicəsində vitamin D, kalsiumdan daha çox xüsusi sistem müalicələr aparılmalıdır. Əziz valideynlər, əgər övladınızda çox ciddi zədə almadan sümükdə sınıqlar müşahidə olunursa və bu sınıqların sayı bir il ərzində 2-dən 3-dən daha çoxdursa, bu kövrək sümük xəstəliyi ola bilər və belə halda da mütləq şəkildə uşaq endokrinoloquna müraciət etməlisiniz.